Və Heydər Əliyev mərkəzində böyük bir mədəni tədbir baş tutdu. Layihə rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, prodüseri məşhur Rusiyalı kinorejissor və prodüser İqor Konçalovski olan Bakı Mən Səni Sevirəm kino layihəsi 3 illik zəhmətdən sonra təqdim olundu. 10 novella əsasında çəkilmiş qısametrajlı filmlərdən ibarət kino layihədə doğma Bakımızı tapacaqsınız. Heydər Əliyev mərkəzində baş tutan premyerada layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, filmin yaradıcı heyəti, sənət dünyasının tanınmış isimləri və ictimai-siyasi xadimlər iştirak edib. Mosfilm kinokonserində istehsal olunan ekran əsəri 10 novella əsasında çəkilmiş qısametrajlı filmlərdən ibarətdir. У нас была замечательная команда. У нас была команда международная. Bizim möhtəşəm beynəlxalq tərkibli komandamız var idi. İngilis rejissor, İtalyalı rejissor, 3 Rus və 5 Azərbaycanlı rejissor. Fərqli mədəniyyətlərdən olan, fərqli yanaşmalı, peşəkar və incəsənət başlı insanların bir araya gəlməsi filmi daha da zənginləşdirdi. Ona görə filmi əlçəyə gətirmək heç də asan başa gəlmədi. Ancaq buna çox şad olduq. Он достаточно sложно давался, но при этом очень радостно. Ekran əsərində Azərbaycanın xalq artistləri ilə yanaşı Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar çəkiliblər. Sözün düzü bu filmə çəkiləndə, bu filmə baxanda Bakının elə gözəl yerlərini çəkmişlər ki, mən Bakını tanımadım. Yəni bu filmdə göstərilən Bakı daha gözəl, daha cavan. Siz görəcəksiniz. Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci ilin martın 12-sində başlayıb. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.